Salam dostlar. Demək, axşam saat artıq 8-ə qalıb. Həftə sonu arıçılıq edənlərin ən böyük problemi vaxtdır. Yəni, vaxt çatdırmaq mümkün olmur. Hava qaralıb, amma bu araya baxmaq lazımdır. Aşağı mərtəbəyə ən çoxdur. Bu arı besiyə meyillənmişdi bir neçə müddət əvvəl. Bu aradan ən birinci 2 dənə qapalı çərçivəli yumurtalı çərçivə aldım. Daha sonra 4 yumurtalı çərçivə ilə bölmə elədim. Yəni bundan da digər arıdandır. İndi yuxarıda baxıram, beçə məmələri var. Həm beçə üsküklərini pozdum. Çünki hal-hazırda bu arı beçəyə meyillənsə, beçə üsküyü qalsa, bu arını yəni təxminən bir həftə sonra vaxtım olacaq baxmağa. Arı beçəyə getmə ehtimalı ola bilər. Ona görə aşağı mərtəbəyə də baxacağım. Aşağı mərtəbədə beçə ola bilər, yoxsa yox. Burada bir yumurta var. İçərisində görüm süt var, yoxsa yox. Bəli, içərisində arı süt qoyub. Yuxarı mərtəbədə təxminən 6 çərçivədə yumurta var və beçə gözləri vardı. Beçə gözlərini dağıtdım. Ana üsküklərini dağıtmaqla arını beçədən saxlamaq qeyri-mümkündür. Nə etsə də arı fikrindən dönməyəcək. Yəni biz nə etsək də. Axır əvvəl bir dənə üskük düzəldib, heç o üskükdən arı çıxmamış, arı beçəyə gedəcək. Yəni arını başqa variantı qalmayacaq. Anar yuxarı mərtəbədədir. Çox gözəl də yumurta atır. Hələ də yuxarı yumurta atır anarı. Bu arı əgər beçəyə meyillənməsəydi, bundan götürdüyüm o 6 qapalı yumurtalı çərçivə qalsaydı əgər, bu arının 3-cü mərtəbədə idi. Tamam, aşağı beçə gözləri qoyub. Mənim bunları dağıtma məqsədim sadəcə vaxt qazanmaqdır. Ən azı 2 gün, 3 gün, 1 həftə vaxt qazanım ki, arı beçəyə getməsin. Daha sonra bu aradan bölmə edeyim və yaxud da başqa bir təcrübə aparım bunların üzərində. Aşağı qatı görə yumurta atıb anarı, yoxsa yox. Aşağı qatda demək olar ki, çox az bir yumurta var. Onu deyim ki, 2-ci mərtəbəyə qaldırdığım arıların 1-ci mərtəbəsində həddindən artıq çox çiçək tozu var. Yəni, hətta yumurta ata bilməyəcək qədər anarının çiçək tozu var. O dərəcədə. Çiçək tozunun çox olması anarını, ümumiyyətlə, koloniyanı beçəyə meyilləndirən bir şeydir. Demək olar, hər yumurta olan çərçivədə anar üsküyü qoyublar. Hamısını. Bir dənə üsküyün qalması arının beçəyə getməsi deməkdir. Arılar hələ ki səbirli davranırlar. Baxmayaraq artıq hava qaralıb. Hava da elə də xoş deyil. Bir hava tamamilə bulutlu keçib, demək olar ki, gün çıxmayıb. Yuxarı mərtəbəyə baxış keçirtdim və bütün ana üsküklərini dağıtdım. İndi qalıb aşağı mərtəbə. Keçən dəfə mərtəbə atdım, karmik arısı da maşallah olsun yuxarı çıxıb artıq anar yuxarıda yumurta atmağa başlayıb. Arada təxminən 9 çərçivə, 10 çərçivə yumurtalı çərçivə var. Məncə də arının çiçək toz ehtiyatı, qida ehtiyatı çox olduğuna görə arı bu qədər beçəyə meyillənir.
Arını tez inkişaf elətdirmək əslində yaxşı bir şeydir. Lakin gərək bölmə eləyək. Vaxtında bölmə etmədim deyə mən bu arada mərtəbəyə qaldırdım deyə. Arı hal-hazırda məni bu cür incidir. Yəni bu arının sayəsində digər zəif kolonilərim demək olar çox gözəl inkişaf elədi. Agresivləşməyə başladılar arılar. Bu həftə sadəcə mənə bir həftə vaxt lazımdır. Gələn həftə bu arılarda bölmə edəm və yaxud da yumurtalı çərçivələrini digər mərtəbəyə çıxan arılara verəm. Üst qatı da səliqəyə salmalıyam. Yuxarıda 2, 4, 6, 8 çərçivə var. Bunlardan demək olar 7-sində yumurta var. Aşağıda təxminən 4 çərçivədə yumurta var. Artıq arılarda havalar düzələcək. Arılarda yemləməni bundan sonra dayandırdıq.